Maşdağa kəndi martın 27-si 2026-cı il. Bir dənə lotka çatdırır bura. Demək olar ki, bütün ara küçələr bax bu gündə də hələ bu yaxşısıdır. Hə, köhnələr. İndi də xahiş eləyirəm, mənə diqqətlə qulaq asasınız. Əsasən də Sabunçu rayonun sakinləri, yəni Maşdağa qəsəbəsi, Buzovna, Bilgə, Ramanı diqqətlə qulaq asın. 2021-ci ildə dövlət tərəfdən, yəni Sabunçu rayonunun su təchizatı sisteminin və kanalizasiyası üçün 7 milyon yarım pul ayrılıb. 2022-də bir də həmən məbləğ ayrılıb. Həmçində 2022-nin iyun ayında Azərsu təşkilatı ilə bir müqavilə bağlanıb ki, onlar məhz, yəni ki, bu rekonstruksiya işləri ilə qismən məşğul olacaqlar. Yəni söhbət su təchizatından gedir. Halbuki ortada gördüyünüz kimi, yəni ki, heç bir iş yoxdur. Sual buradadır ki, hanı o pullar? Hanı bu pullar, hə? 15 milyon pul 1, 5 milyon nə qədər də 2. Hanı bu pullar? Hara getdi? Pul ayrılmağına ayrıldı, başa düşürsünüz, dövlət ayırır. Sonra o pul hara gedir? Bax, əsas məsələ budur. Hələ bu hamısı dögür. Dövlət proqramı start verib, bilmirsizsə məlumatda olun. 2026-cı ildə nəzərdə tutulub, yəni ki, başlaması, sona çatmağı 2036-cı il, 10 il. 10 il ərzində, yəni bütün bax bu Maşdağa ərazisində, Sabunçu rayon ərazisində tam şəkildə bütün kanalizasiya sistemi dəyişilməlidir. Yəni indiki zayafqaya görə güya 10 ildən sonra, yəni bu 10 il nəticəsində, ərzində biz bütün bu problemlərdən kənar qalacağıq və bu problemlər öz həllini tapacaq. Hətta açıq mənbələrdə, yəni ki, belə bir məlumat göstərilib internetdə ki, müəyyən işlərə artıq start verilib. Əgər kimsə bilir bu işlər haqqında, harda start verilib, necə verilib, xahiş edirəm paylaşın. Mən özüm də istəyərdim, bir gedim baxım, görüm doğrudanmı elədir, yoxsa yox. Həm də çəkib sizə də göstərərdim. Amma ki, indi dedikləri budur. İndi necə deyərlər, ümid Allahadır. Oturaq, gözləyək ki, 10 ildən sonra bizim problemlərimiz inşallah deyilənə görə həll olacaq. Qəlbdən qəlbə, Sabunçu rayonundan, Maşdağadan bu qədər. Baxın, cəmaat demək olar ki, öz evlərinin qapısına gedib çıxa bilmir. Bax, belə bir vəziyyətdir. Görün nə qədər. Əməlli başlı çaydır da. Baxın, cəmaat necə əziyyət çəkir. Baxın. Bax. Bu da məşhur Kirov dairəsi. Baxın. Neçə illərdir bura belədir, heç bir dəyişiklik baş vermir. Neçə illərdir. Baxın, maşın necə gəlir. Bax, görürsünüz. Bax.